Hər kəsə salam. Bu gün mən xingal hazırlayıram. Bunun üçün un götürürəm. Un ailənizin üzvlərinin sayına bağlıdır. Ailəniz böyükdürsə unu çox götürürsüz. Azdırsa az götürürsüz. Un götürürəm və onun üzərinə duz tökürəm və bura ilıq su əlavə eləyib xəmiri yoğurmağa başlayıram. Xəmir çox sıyıq olmalı deyil. Orta vəziyyətdə olmalıdır. Xəmirimizi yaxşı-yaxşı yoğururam və onu qaba yerləşdirib üzərinə streslə büküb dincəlməyə qoyuram. Bu arada tavamıza kərə yağı əlavə edib soğanı qovurmağa başlayıram. Soğan yaxşı qovurulandan sonrasına bura qiyməmizi əlavə eləyirik. Qiymə ilə də yaxşı-yaxşı qovururuq və üzərinə mən burada duz və istiot əlavə eləmişəm. Siz sevdiyiniz ədviyyatlar da qata bilərsiniz. Qovururuq, yaxşı-yaxşı qovurub bir kənara qoyuruq və xəmirimizi kündələrə bölürəm. Mən burada kündələri iri etdim. Yaxşı olardı ki, biraz xırda olsaydı və bunu yayıb mən soba listinin üzərində qurudacam. Mənim sacım olmadığı üçün mən bunu sobada quruduram. Bəzi hallarda bunu mən tavada da quruduram. Qazın üzərinə böyük tavanız varsa qoyursunuz və belə bir vəziyyətdə yayıb yaydığınız xəmiri 3-4 hissəyə bölüb hissə-hissə tavada quruda bilərsiniz. Burada göründüyü kimi mən sobanın içində qurutmuşam. Çox da yaxşı alınır və doğrayıram. Sevdiyiniz formada doğraya bilərsiniz. Kvadrat, pryamoqolnik, triqolnik formasında və su qoyuram qaynamağa. Su qaynayanda içərisinə duz əlavə eləyirik və xingəllərimizi bura əlavə edirik. Qaynadırıq. Xingəl qaynayıb belə bir vəziyyətə gəlib çıxmalıdır ki, onlar suyun üzərinə qalxır və bunun hazır olmağını bildirir. Və süzürəm. Süzüb biraz saxlayıram. Suyu gedəndən sonra üzərinə qovurduğumuz ətimizi yağ, kərə yağı əlavə edirik və qatıq əlavə edirik. Kim qatıq, kim xama, kim nəyi sevirsə. Və burada mən göy sarımsaqdan istifadə eləmişəm. Göy sarımsaq səpirəm.